Salam əziz musiqili an izləyiciləri, hər birinizi salamlayıram. Çoxdandır ki, suallar paylaşmırdım. Bugün istədim ki, həm abituriyentlərin imtahanı üçün, həm işə qəbul, həm MİQ, həm sertifikasiya imtahanı üçün yararlı olan testlərdən paylaşım və onların cavabını izah edim. Gəlin başlayaq. Öncəliklə, birinci sualımızı keçməmişdən qabaq sizdən xahişim bizə dəstək olmaq, belə sualların ardının gəlməsi üçün və həqiqətən bizi həvəsləndirmək üçün xahişim bundan ibarətdir ki, bizim səhifəmizə abunə olasınız, bəyənəsiniz və paylaşasınız. Bugünkü mövzumuz tetraxordların birləşmə üsulları, rast məqamının üzərində olan testlər olacaq. Birinci sual belədir ki, tetraxord nədir? Tetra 4 xord sim gediş deməkdir və tetraxord sözü əslində 4 simin, 4 notun getməsindən, ardıcılaşmasından ibarətdir. Yəni, burada birinci sualda D variantı məntiqidir və 4 səsin ardıcıl düzülməsi doğru cavab kimi götürülür. Bu, mənim öz hazırlıqda tələbələrimə, müəllimələrimə seçdiyim, onlar üçün hazırladığım testlərdən biridir və mən həmin bu suallar əsasında əslində sizlə danışacağım bugün. İkinci sualda belədir ki, tetraxordların birləşmə üsuluna artıq biz nəzər yetirməliyik. İkinci sual belə qoyulur. Tetraxordların qovuşuq üsulla birləşməsi nə deməkdir? Öncə xatırlayırıq ki, əslində tetraxordların həm zəncirvari, həm də qovuşuq üsulla birləşməsi eyni şeydir. Yəni, qovuşuq sözünün sinonimi zəncirvaridir. Zəncirvari və ya qovuşuq üsulla birləşmə deyirik. Rasta, şura, seygaha, çahargah məqamının birinci və ikinci tetraxorduna. Bu ondan ibarətdir ki, yəni siz burada tetraxordun son səsi ilə ikinci tetraxordun ilk səsinin üst-üstə düşdüyünü görəcəksiniz. Yəni, fikir verin B variantında. Yəni, bu artıq sizin üçün doğru cavab olacaq. Üçüncü suala gəlin gedək. Üçüncü sualda deyir ki, yanaşı birləşmədə tetraxordlar arasında hansı interval yaranır? Yanaşı birləşmə və ya ayrı birləşmə eynidir. Burada tetraxordlar arasında sekunda məsafəsi yaranır. Bu, böyük sekundada ola bilər, artırılmış sekundada. Bizdə cavab da böyük sekundadır. Dördüncü sual, musiqidə maye termini nəyi ifadə edir? Əslində, maye məqamın tonikasıdır, əsas dayaq pilləsidir və bütün kadensiyalar həmin o pillənin ətrafında gəzişməklə yaranır. Ona görə də C variantı doğru cavabdır. Məqamın əsas dayaq pilləsi tonikası. Beşinci sual, rast məqamında tetraxordlar bir-biri ilə necə qovuşur? Zəncirvari və ya qovuşuq üsulundan. Ona görə də A variantı. Altıncı sual, rast məqamında neçə pillə var? Rast məqamı 1 ton, 1 ton, yarım ton quruluşlu 3 bərabər tetraxordun zəncirvari və ya qovuşuq üsulundan birləşməsindən yaranır. Burada 10 pillə var və 4-cü pərdəsi mayedir. 7-ci sualın cavabını artıq dedim. B variantı, yəni 4-cü pillə mayədir. 8-ci sual, rast məqamında yazılan xalq mahnısı deyil. Burada mən müəllimələrim üçün, tələbələrim üçün xüsusi bir biclik yolu həmişə deyirəm şagirdlərim üçün. Amma burada ona vaxtımız olmayacağına görə hazırlıq prosesində keçirilir. Burada sadəcə cavabı söyləyəcəm ki, sarı gəlin. Sarı gəlin şur məqamı üzərindədir. Lakin Süsən Sümbül, Sona xanım, Sürməli qız bunlar artıq rast məqamında yazılıb. 9-cu sual, rast məqamında yazılan xalq rəqsi deyil. Əlbəttə, İnnabı, Darçını və Əsgərani rast məqamındadır. Lakin Yallı rast məqamında yazılmır. 10-cu sual, zəncirvari birləşmə zamanı iki tetraxordda ümumiyyətlə neçə səs olur? Baxın, bu sualın cavabını həmin bu not nümunəsi ilə başa salacağım. Hal-hazırda qarşımızda do mayəli rast məqamı var. Sol səsindən başlayır. 1 ton, 1 ton, yarım ton quruluşlu tetraxordların 3 dənə tetraxordun ardıcıl düzülməsini görürük. Fikir versəz, birinci tetraxordun səsi belədir. Sol, lə, si, do. Zəncirvari birləşmə o deməkdir ki, tetraxordunuzun sonuncu səsi digər tetraxordun ilk səsidir. Növbəti ikinci tetraxordumun ilk səsi dodur. Belə çıxır ki, normalda 2 tetraxord birləşəndə əslində 8 dənə not olur, pillə olur. Lakin zəncirvari birləşəndə bir dənəsi ortaq olur deyə orada 8-dən bir dənəni çıxırsız, eləyir 7 dənə. Deməli, bu çox maraqlı sual oldu. 7 dənə səs yaranmış olur bu variantı. Yəni, zəncirvari birləşmə zamanı 2 tetraxordda ümumilikdə 7 sual olur. Üzr istəyirəm, 7 not olur. 11-ci sual. Rast muğam ailəsinə daxil deyil.
Ümumiyyətlə bilirsiniz ki, muğam məqam əsasında yaranan virtuoz bir əsərdir, janrıdır. Və burada muğamın nə qədər virtuoz olduğunu sadəcə dinləyərək də əslində başa düşə bilərik. Bunu xalq musiqiçilərimiz daha yaxşı bilir. Amma həqiqətən də bunun müəyyən nəzəri əsasları var və öyrənməklə imtahanda daha yaxşı hazırlaşmaq olur. Rast muğam ailəsinə Bərdaşt daxildir. Giriş bununla başlayır. Üşşaq, Hüseyni bunlar daxildir. Amma tərkib Şüştərə daxildir, Şüştərə muğam ailəsinə. Ona görə də D variantı bizim cavabımız olacaq. Rast muğam ailəsinə daxil deyil. 12-ci sual. Biri səhvdir. Burada artıq kadanslara toxunmaq lazım olacaq mövzu etibarilə. Bilirsiniz, kadansın iki növü var. Yarım kadans, tam kadans. Tam kadans ona görə deyilir ki, bu tonikada, yəni mayedə tamamlanır kadensiyası. Lakin yarım kadans ona görə deyilir ki, yarım kadans digər tam kadansdan fərqli olaraq mayenin üst aparıcı tonunda, üst kvartasında, üst kvintasında daya bilər. Yəni ki, bitə bilər. Lakin D variantında yazdığım kimi yarım kadans mayedə bitə bilməz. Bu səhvdir. Ona görə də 12-də D cavabı doğrudur, yəni səhv olandır. 13-cü sual. Fa səsindən qurulan rast məqamının mayesi hansı pillədir? Burada əlbəttə ki, fa səsindən rast məqamı qurmaq lazımdır. Fa'nın üzərinə bir ton gəlirsiniz sol, üzərinə bir ton gəlirsiniz la, üzərinə yarım ton gəlirsiniz si bemol. Mən əslində öz hazırlıq müəllimələrimə hər bir məqamın sadələşdirilmiş üsulunu öyrətməyə çalışıram. Burada rasta sadələşdirilmiş üsul bundan ibarətdir ki, hər tetraxord ilk səsdən majordur. Misal üçün, fa səsindən Üzeyir bəyin dediyi kimi major boyaldı. Fa səsindən əslində, yəni bunu da niyə majorla öyrədirəm? Çünki biz adətən uşaqlıqdan Avropa musiqisinə daha yatqın oluruq, xalq musiqisindən sıxmaq şərti ilə. Yəni tədrisimizdə bu daha yatqın olur və ona görə də çox adam ton-ton həyəcanlanır, hesablaya bilmir, imtahanda biraz sıxıntılar yaşayır deyə mən də majoru yadınıza salın deyirəm ki, fa majorun 2-4 səsi nədir? Fa, sol, la, si bemol. Misal üçün, burada bunu belə də izah edə bilərəm ki, 14-cü sualda, 13-cü sualda cavab A variantı si bemol oldu. 14-cü sualda hansı məqamdır soruşur. Fikir verin. Sol, la, si, do, bir ton, yarım ton. İkinci tetraxord do, re, mi, fa, bir ton, yarım ton. Yenə fa, sol, la, si bemol. Əslində bunu necə götürmək olar? Mənim üçün hər bir məqam üçün sadələşdirilmiş üsulumun rast üçün olanı budur ki, yəni sol majorun 2-4 səsi nədir? Sol, la, si, do. Birinci tetraxord. Do majorun 2-4 səsi nədir? Do, re, mi, fa. Fa majorun 2-4 səsi nədir? Fa, sol, la, si bemol. Hər bir məqam üçün mən belə hazırlıqda keçdiyim sadələşdirilmiş yollara çalışıram ki, yəni onu sıxıntı yaşayan, həyəcan yaşayan üçün bunu da yanında bir variant kimi deyim. 15-ci sual. Rast məqamının tetraxord quruluşu hansı bənddə doğru verilmişdir? Əlbəttə bir ton, yarım ton quruluşludur. Bir şey də qeyd edeyim. Mən rastın biclik yolunu, sadə yolunu majorla deyirəm deyə o demək deyil ki, Avropa musiqisindir və yaxud da Azərbaycan məqamları Avropa məqamları ilə üst-üstə düşür. Xeyr. Onun, yəni Azərbaycan məqamlarının özünə məxsus tarixi inkişafı var. Avropa məqamlarının tamamilə fərqli tarixi bir inkişafı var. Tamamilə bir-birindən fərqli məqamlardır, fərqli qamma anlayışı var. Lakin bunu sadəcə sadələşdirmək üçün sizin üçün yəni nəzərə yetirirəm, çatdırıram ki, sizə daha sadə olsun bu video baxanlara. 16-cı sual. Rast məqamının üst kvartası hansı pillədir? Əslində pillələrin adlanması birbaşa ya maye ilə olan əlaqəsinə görədir, ya da dolayı yolla, ya da olmayan əlaqəsinə görədir. Necə? Misal üçün, rast məqamında 4-cü pərdə mayedir. Və bütün o maye ilə əlaqə girən pillələr mayeyə görə adlandırılıb. Fikir verin, do səsi mayedir. Do'dan 4 pillə aşağı düşün sol səsinə. Nə olacaq? Mayenin altında yerləşən kvarta. Baxın, mayenin alt kvartası. Üzeyir bəyin nəzəriyyəsində maraqlı bir məsələ var. Üzeyir bəy böyük tersiya məsafəsinə elə tersiya edir. Lakin kiçik tersiya məsafəsinə məqam nəzəriyyəsində medianta deyir. Ona görə də mayenin altında yerləşən la səsini artıq biz mayenin alt mediantası adlandırırıq. Mayenin altında yerləşən 3-cü pillə sini
Deməli, adlandıracaq mayənin alt aparıcı tonu. Yəni mayədən altda yerləşir və bizi mayəyə aparacaq. Deməli, belə çıxdı ki, birinci pillə oldu mayənin alt kvartası, ikinci pillə alt mediantası, üçüncü pillə alt aparıcı tonu, dördüncü pillə mayə. Bundan sonra 5-ci pillə mayənin üstündəki aparıcı tonudur. Ona görə deyirlər mayənin üst aparıcı tonu. 6-cı pillə mi olacaq mayənin üst tersiyası. Görürsünüz, medianta demədim, tersiyası. Sonra gələcək 7-ci pillə artıq mayənin üst kvartası və 8-ci pillə, yəni sol mayənin üst kvintası. Artıq 9-cu və 10-cu pərdədə mayə ilə əlaqə kəsilir deyə adlanma dəyişir. Fikir versəniz, lə səsi, yəni 9-cu pərdə birbaşa kvinta ilə əlaqəlidir. Ona görə də ona deyirlər ki, mayənin üst kvintasının aparıcı tonu. Yəni bu üst kvinta idi, bunun üstündəki aparıcı tondur. Sonuncu pərdə isə sərhəd tonu deyilir. Biraz ölkə sərhədindən mən həmişə yadda saxlayıram, yəni ən qırağı da sərhəddir. Daha sonra 15-ci sual. Rast məqamı tetraxord quruluşu hansı bənddə doğru deyil? Üzr istəyirəm, doğru verilmişdir. Bir ton, yarım tondan B variantı. 16-cı sual. Rast məqamının indi izah elədim. Bunu deyəsən təkrar düşdüm. Rast məqamının üst kvartası artıq bildiniz ki, C variantıdır. 7-ci. 17-ci sual. Səs sırası nöqtə konsekventliyinə əsaslanır. Birisi konsekventliyi artıq Üzeyir bəyin nəzəriyyəsində gördük. Yəni Azərbaycan məqamları xalis kvarta, xalis kvinta, kiçik və böyük sekstaların konsekventliyinə əsaslanır. Və bu olmasa artıq 7 əsas məqam yaranmır. Burada rastı şuru seycahı siz əgər belə deyək, müqayisə etsəz görə bilərsiniz ki, burada xalis kvarta konsekventliyi var. Hər bir səsdən xalis kvarta intervalı yaranır. Fikir verin, soldan qurun gəlib doya düşəcək, la'dan qurun re'yə düşəcək, si'dən qurun mi'yə düşəcək, do'dan qurun fa'ya düşəcək, re'dən qurun sol'a düşəcək. Yəni hər bir səsdən xalis kvarta yaranır deyə. Yəni həqiqətən o qədər maraqlıdır xalq musiqimiz, məqam nəzəriyyəsi. Yəni mən çox istəyərdim ki, əlbəttə bu video baxanlar əgər vaxtı varsa, gedib Üzeyir bəyin kitabına, onun nəzəriyyəsinə bir nəzər yetirsinlər. Yəni bizim çox möhtəşəm alimlərimiz var. Başda da belə deyim də Üzeyir bəydən başlayaraq və onun davamçıları Məmməd Salih İsmailov kimi və onun davamçıları, yəni bir çox Ramiz Zöhrabov kimi bir çox alimlərimiz var. Yəni məsəl üçün mənim öz müəllimlərimdə bu yolda mənə çox şey öyrədiblər. Cəmilə Həsənova kimi, Leyla Zöhrabova kimi və s. Yəni mən istəyərdim ki, əlbəttə onların kitablarına vaxtı olan, həvəsi olan məqalələrinə nəzər yetirsin. Amma olmayanlar üçün, yəni mən qısaca sadə yolla izahım vermək istəyirəm bu testlərdə. 18-ci sualda rastın alterasiyalı pilləsi deyil. Əlbəttə burada rastın alterasiyalı pilləsi deyil deyəndə bunu öyrənmək lazımdır. Hər bir məqamın öz alterasiya quruluşu var. Rastda isə 3-cü, 6-cı, 9-cu pillələr alterasiyalıdır. Lakin 8-ci pillə alterasiyalı deyil. Rastda 3, 6, 9, 10 alterasiyalı pillələrdir. Hətta xalq musiqimizdə var. Bəzi xalq mahnılarımızın not yazısı nümunələrinə diqqət etsəz, orada məqama aid olmayan işarələr, alterasiyalar olur. Yazılır, sonra bekarlaşır. Məsəl üçün, Ay Dilbərdə siz bunu görə bilərsiniz, misal üçün deyirəm. Və yaxud da bir çox Azərbaycan xalq mahnılarında. Bu rəngdir, bu həqiqətən maraqlı bir boyadır əslində. 19-cu sual. Rast məqamına aid xalq mahnısı deyil. Burada D variantıdır. Gəl ay ellər gözəli, bu rast məqamına aid deyil. Amma Ay Dilbər, küsmüşəm səndən sürməli qız artıq rast məqamına aiddir. 20-ci sual. Rast məqamına aid deyil. Üzeyir Hacıbəyli Leyli və Məcnun operasına şəbih hicran xoru, bəli, Heyrati Zərbi muğamı üzərində yazılıb, o da rast məqamına əsaslanır. Azərbaycan rəqsi, bəli, rastdır. Həsri basmada olan gəl, bəli, rastda yazılan xalq mahnısıdır. Amma cəngi rast məqamının üzərində deyil. Ona görə də cavab D variantıdır. Bugünlük bu qədər, əziz izləyicilər. İnşallah ki, bu testlər, bu cavablar sizin bir qədər xeyrinizə olacaq. Əlbəttə ki, istəyirsinizsə ki, növbəti videolarımızdan xəbərdar olasınız. Zəng butonuna basın, öz yaxınlarınızla, sevdiklərinizlə paylaşın. Bu bizə də dəstəkdir, sizə də dəstəkdir. Bizim üçün də maraqlıdır ki, kanalın sayı artdıqca insana video yaymaq, video çəkmək həvəsi də artır. Çünki zamandan daha dəyərli bir şey yoxdur və çox sıxıntılı bir zaman problemi yaşadığımız bir dövrdəyik. Biz də istəyirik ki, sizlərin köməyinə, dəstəyinə, belə deyək də, sizin ehtiyacınıza əlbəttə ki, müəyyən qədər dəstək olmaqla siz də bizim kanalımıza müəyyən qədər dəstək olasınız. Özünüzə yaxşı baxın, sağ olun, gözəl günlərdə görüşmək diləyinə. Musiqili anlara.